Hər kəsə salam. Biz bugün doğrudan da çox həssas, amma bir o qədər də vacib bir mövzunu Ali Məhkəmə Plenumunun boşanma, qəyyumluq və alimentlə bağlı qaydalarını izah edəcəyik. Qəliz hüquqi terminləri bir kənara qoyub, ən vacib məqamları sadə və aydın dildə təhlil edəcəyik. Hazırsınızsa, başlayaq. Təhlilimizə bu vacib fikirlə başlayırıq. Cəmiyyətin əsas özəyi olan ailə, xüsusən də uşaqlar dövlət tərəfindən müdafiə edilir. Bu sadəcə pafoslu bir cümlə deyil, inanın mənə. Bu bizim hüquq sistemimizin tam təməl daşıdır. Məhkəmədə baş verənlər sadəcə iki nəfərin adi əmlak davası deyil. Söhbət fundamental insan hüquqlarından və dövlətin zəifləri, xüsusən də uşaqları qorumaqla bağlı o böyük öhdəliyindən gedir. Hər bir qərar məhz bu prinsipdən doğur. Yaxşı, gəlin prosesin dərinliklərinə enək. Bugün biz 5 əsas mərhələni keçəcəyik. Boşanmanın qanuni şərtləri, uşağın üstün mənafeyi, valideyni hüququ və uşağın rəyi, aliment vasitəsilə maddi təminat və nəhayət, ödəniş və məsuliyyət. Birinci hissə. Boşanmanın qanuni şərtləri. Bilirsiniz, nikahı ləğv etmək sadəcə kağıza qol çəkmək qədər asan bir şey deyil. Bu proses, dezavantajlı vəziyyətə düşə biləcək tərəfi qorumaq üçün dizayn edilmiş çox ciddi, deyərdim ki, sərt mexanizmlər əhatə edir. Məsələn, burada çox güclü bir qayda var. Təsəvvür edin, qadının hamiləlik dövründə və ya uşaq doğulduqdan sonra tam bir il ərzində arvadının razılığı olmadan boşanma tələbi ilə iddia qaldıra bilməz, qətiyyən. Və işin ən diqqət çəkən tərəfi odur ki, hətta uşaq ölü doğulsa və ya 1 yaşına çatmadan vəfat etsə belə, bəli, bu cür faciəvi hallarda da qanun ananı tək qoymur. Bu hüquqi sığorta mütləq şəkildə qüvvədə qalır. Bəs tərəflərdən biri ümumiyyətlə boşanmaq istəmirsə, necə olur? Baxın, məhkəmə burada sadəcə mühakimə edən soyuq bir maşın deyil, həm də bir növ vasitəçi kimidir. Tərəflərin biraz sakitləşməsi, hisslərin soyunması və bəlkə də ailənin xilas olması üçün 3 ay qədər barışıq müddəti təyin edilə bilər. Yəni, yekun qərarı verməzdən əvvəl məhkəmə bütün şansları dəyərləndirir. İkinci hissə, uşağın üstün mənafeyi. Əgər barışıq mümkün olmursa, işin ən həssas nöqtəsinə gəlirik. Unutmayın, artıq bu andan etibarən məhkəmənin əsas diqqət mərkəzində nə ər var, nə də arvad. Qorunmalı olan yeganə şəxs yalnız uşaqdır. Məhkəmə qərar verərkən kimin uşağı daha çox istədiyinə və ya kimin daha çox ağladığına baxmır. Hakimlər uşağın sağlam inkişafı üçün bütün mühiti kompleks şəkildə incələyir. Uşağın yaşı, bacı-qardaş bağları, valideynlərin mənəvi keyfiyyətləri necədir? İş qrafikləri uşağa vaxt ayırmağa imkan verirmi? Sağlamlıq və yaşayış şəraiti nə yerdədir? Bunların hamısı uşağın gələcəyini müəyyən edən böyük bir tapmacanın parçalarıdır. Və gəlin, burada cəmiyyətdə olduqca geniş yayılmış bir mifi darmadağın edək. Valideynin sərvəti uşağın üstün mənafeyinə qarşı. Bir valideynin daha böyük evi, bahalı maşını və ya çox yüksək maaşı ola bilər. Amma bu avtomatik olaraq qəyyumluğu qazanmaq demək deyil. Çünki pulla alınan rahatlıq heç vaxt uşağın emosional və psixoloji ehtiyaclarını əvəz edə bilməz. Məhkəmə uşağı bank hesabına deyil, ən yaxşı mənəvi mühitə etibar edir. Başqa bir vacib detal, sağlam psixoloji və fiziki inkişafı təmin etmək üçün bacı və qardaşlar birlikdə qalmalıdırlar. Niyə? Çünki onsuz da ailənin dağılması kimi travmatik bir prosesdən keçən uşaqlar üçün bildikləri yeganə sabitlik və ən böyük dəstək məhz bacı qardaşlarına olan bağlılıqdır. Müstəsna hallar istisna olmaqla məhkəmələr bu bağı qoparmamağa, onları ayırmamağa çalışır. Üçüncü hissə, valideynlik hüququ və uşağın rəyi. Çox vaxt böyüklərin səs-küylü davası arasında uşaqlar özlərini aciz və səssiz hiss edirlər. Lakin qanun azyaşlıların da bu prosesdə söz sahibi olmasını hədəfləyir. 10 və 7. Bu rəqəmlər sadəcə yaş həddi deyil, uşağın səsinin hüquqi qüvvə qazandığı anlardır. Qanuna görə, əgər uşağın 10 yaşı varsa, məhkəmə onun fikrini mütləq şəkildə nəzərə almalıdır. Bəs 7 yaş, hətta 7 yaşlı uşağın belə səsi rəsmi qaydada dinlənilə bilər. Yəni, uşaq prosesdə sadəcə kənardan bir izləyici yox, birbaşa iştirakçıdır. Təbii ki, obyektivliyi qorumaq üçün uşaq mütləq pedaqoq, psixoloq və ya qəyyumluq nümayəndəsinin iştirakı ilə dinlənilir. Çünki hakim əmin olmalıdır ki, uşaq sadəcə manipulyator bir valideynin ona əzbərlətdiyi sözləri kor-korana təkrar etmir. Peşəkarlar məhz uşağın təzyiq altında olmayan həqiqi istəklərini üzə çıxarmaq üçün oradadırlar. Və bu detal məhkəmənin necə ayıq-sayıq davrandığını möhtəşəm şəkildə göstərir. Bəzən məhkəmələr aylarla uzanır və bu vaxt ərzində uşaqla qalan valideyn fürsətdən istifadə edib keçmiş yoldaşını uşağın gözündən sala bilər. Lakin məhkəmə bunu proaktiv şəkildə dayandırır. Dərhal müvəqqəti tədbirlər görülür ki, qərar verilənə qədər uşağın digər valideynlə əlaqəsi qoparılmasın.
Dördüncü hissə, aliment, yəni uşağın maddi təminatı. İndi isə gəlin prosesin bəlkə də ən çox mübahisə yaradan hissəsinə, pul məsələsinə keçək. Bir şeyi dəqiq bilməliyik. Aliment keçmiş partnyoru cəzalandırmaq üçün bir alət deyil, sırf uşağın gələcəyini sığortalamaq üçündür. Gəlin cəmiyyətdə tez-tez qarşılaşdığımız başqa bir yanlışı da yox edək. Təsəvvür edin, kimsə məhkəmə qarşısında mən rəsmi olaraq işləmirəm, gəlirim yoxdur deyərək məsuliyyətdən qaçmağa çalışır. Amma işsiz olmaq valideyni uşağı üçün minimum yaşayış xərcini ödəmək borcundan əsla azad etmir. Yəni, işinizin olmaması uşağınızı doyurmaq kimi fundamental valideynlik öhdəliyinizi silib atmır. Bəs işləməyən şəxslər üçün təyin olunan bu sabit məbləğ inflyasiya qarşısında necə tab gətirir? Qanunvericilik bunu çox ağıllı bir yolla tənzimləyir. Aliment məbləği ölkədəki minimum əmək haqqına indeksləşdirilir. Məsələn, 2019-cu ildə məbləğ 125 manat idisə, 2024-cü ildə minimum maaş artdığı üçün bu rəqəm də avtomatik olaraq eyni əmsalla 255 manata yüksəlib. Yəni, uşağın ruzisi inflyasiyaya əzdirmir. Həmçinin, aliment sadəcə qida ehtiyaclarını ödəmək üçün deyil. Qanun deyir ki, alimentin məqsədi uşağın boşanmadan əvvəlki həyat səviyyəsini qoruyub saxlamaqdır. Əgər boşanmadan əvvəl uşaq piano dərslərinə və ya idmana gedirdisə, məhkəmə çalışacaq ki, gələcəkdə də bu məşğələlər davam etsin. Böyüklərin ayrılmasına görə uşaq öz inkişafından məhrum qalmamalıdır. 5-ci hissə, alimentin ödənilməsi və məsuliyyət. Bütün bu qərarların gerçək həyatda, praktikalarda necə işlədiyini görmək üçün prosesin son mərhələsinə nəzər salaq. Burada qanunun təqdim etdiyi çox maraqlı bir hüquq var. Əgər aliment ödəyən valideyn pulun uşağa yox, keçmiş yoldaşının şəxsi xərclərinə getdiyindən şübhələnirsə, o məhkəmədən tələb edə bilər ki, vəsaitin 50%-nə qədəri birbaşa uşağın adına açılmış banki hesabına köçürülsün, təbii ki, digər yarısının uşağın gündəlik ehtiyaclarına çatması şərti ilə. Çox ədalətli mexanizmdir. Və ən həlledici məqamlardan biri, aliment qərarları dərhal icra edilir. Uşağın gündəlik ehtiyacları bürokratik prosedurları gözləyə bilməz. Heç kim mən apellyasiya şikayəti vermişəm deyib pulu kəsə bilməz. Hüquqi araşdırmalar nə qədər uzanır uzansın, o uşağın maddi təminatı dərhal ödənilməlidir. Bəs kimsə qəsdən pulu ödəməkdən boyun qaçırarsa necə olar? Adamı dərhal dəmir barmaqlıqlar arxasına atmaq uşağı yedizdirməyəcək, elə deyilmi? Buna görə də qanun cəzalandırmadan çox vəsaitin təmin edilməsini hədəfləyir. Məhkəmələr əksər hallarda məcburi ödəmə öhdəliyi qoyan şərti cəzalar verir ki, borclu işləməyə və lazımi pulu uşağa ödəməyə məcbur qalsın. İzahımızı yekunlaşdırarkən sizi çox provokativ və vacib bir sualla baş-başa buraxıram. Qanun uşağı qoruyur, bəs cəmiyyət necə? Bura qədər gördük ki, dövlət, hüquq sistemi uşağı dəmir zirək kimi müdafiə edən möhtəşəm mexanizmlər qurub. Amma yalnız məhkəmə qərarları kifayətdirmi? Bu strukturun gerçəkdən işləməsi üçün bizim cəmiyyət olaraq fərdi empatiyamız və valideyn məsuliyyətimiz haradadır? Ümid edirəm bu təhlilimiz uşaq hüquqlarının əslində necə dəqiq qorunduğunu görməyə kömək etdi. Yenidən görüşənədək öyrənməyə və araşdırmağa davam edin.